təkrarını izləyirik. Əli ilə bir daha digər rakusda olsa, yəni tam aydın şəkildə biz biləcəyik ki, topu əli ilə saxladı. Yerdə ya yox. Bu rakusdan yəqin ki, biz görəcəyik. Bəli, əli ilə açıq-aşkar topu saxladı. Buna görə də Rəhim Həsənov 11 metrlik nöqtəni göstərdi. Oynamaq üçün əla imkan əldə edib. Turkoviçin qapıya zərbəsi və 1-0. Azal hesab açır. Oyunun 39-cu dəqiqəsində Neda Turkoviçin zərbəsindən sonra. Neda Turkoviçin qolu. Kamran Ağayev ümumiyyətlə topun hansı istiqamətə gedəcəyini də müəyyən və Azal sürətlə irəliləyir. Nizami Hacıyev Ruslan Tağzadə hücuma qoşuldu. Nizami Hacıyevin qapı qarşısı ötürməsi. Subotic və gol! Daniel Subotic döndürür. Hesab 1-1 olur Azal Qəbələ maçında. Bir daha episodun təkrarını izləyirik. Top cəl meydançasına ötürüldü və hətta müdafiəçənin əhatəsində belə çətin vəziyyətdə Subotic qapıya zərbə vurma imkan tapdı. Arsenyeviç onu bir anlıq buraxdı və orada Oskar Sklyava da vardı. Onların heç biri Subotic'ə mane ola bilmədi. Cari mövsümdə artıq 10-cu gol. Vaqif qapı qarşısı ötürür. Ruslan Məcidov və gol! Top qapıdan keçirir. Hakim mərkəzi göstərir. Azalın öz səhvi demək olar ki, kuryoz gol qeydə alınır və artıq Qəbələ 2-1 hesabı ilə öndədir. Ruslan Məcidovla müdafiəçi arasındakı anlaşmazlıq kuryoz golla nəticələnir. Birbaşa qapıya göndərilməsi də əhəmiyyət kəsb edir. Budur top Şəhriyar Rəhimovun ayağına dəyərək qapıya daxil olur. Ruslan Məcidov